Hoş gördük əziz futbol həvəskarları. Biz sizi oyunun ikinci hissəsindən salamlayırıq. Oyunun birinci hissəsində hesab açılmadı. Görək oyunun ikinci hissəsində nələr baş verəcək. Və oyunun ikinci hissəsi də başladı. Görək nə baş verəcək oyunun ikinci hissəsində. Hesab 0-0'dır hələ ki. Və qapıdan zərbə. Şirvan komandası sol tərəfindədir. Akstafa gəncləri isə sağ tərəfindədir. İndi Şirvan komandası pressingə atır. 46-cı dəqiqə başlayıb. Azərbaycan kubokunun birinci təsrifat mərhələsidir. Şirvan görək növbəti mərhələyə yüksələ biləcəkmi? İndi aha Akstafa gəncləri pressing edir. Oyun o qədər sürətli gedir ki, mənim də dilim topuq vurur. Və Qopuçu az qala topu tutmuşdu, amma əlindən buraxdı və az qala da Şirvan hesabı aça bilərdi. İndi Şirvanın golkiperi. Hər iki komanda yaxşı dirəşir bir-biri ilə. 47-ci dəqiqə gedir. Belə getsə biz, yəni necə deyim, əlavə vaxtı da görə bilərik. İndi Şirvanın əks hücumu gəlir. Amma top meydanı tərk edir. Out. Deyəsən Akstafa gənclərinin sarı vərəyə. Oyunda o qədər tempo aşağı düşmür ki, oyun sürətli gedir. Deyəsən növbəti futbolçuya da sarı vərək göstərəcək. Hakim vərəklə futbolçunun yanına getdi. Şirvan oyuncusu yerdə qalıb. Amma yox, təkcə futbolçunun vəziyyəti ilə maraqlanırdı. Akstafa gəncləri yəni həm birinci hissədə, həm də ikinci hissədə, yəni 3 sarı vərək alıblar. Yəni 3 dəfə Akstafa gəncləri sarı vərək görüb. Yəni 3 dəfə də Şirvan komandası sarı vərəklə cəzalanıb. Və indi Akstafa gəncləri hesab aça bilər. Gözəl bir drəmli gedir Akstafamız. Və aha, gol hesab açılır. Oyunun 48-ci dəqiqəsində. Bir 0. Olan müəllifi görək kimdir? Ya, 49-cu dəqiqə keçid alırıq. O nə qədər sürətli gedir ki, mənim də dilim topuq vurmağa nail olur. Və növbəti sarı vərək gəlir. Bəli, sarı vərəyə. Artıq 4-3'dür sarı vərəklərin sayı.
3 dəfə, yəni Akstafa gəncləri sarı vərəq alıb, 4 dəfə də Şirvan komandası sarı vərəq alıb. Cərmə zərbəsi vuracaq meydan sahibləri. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsidir. Görək ikinci təsrifat mərhələsinə hansı komanda yüksələcək? Şirvan geri dönüş eləyə biləcəkmi? Pərviz Bayramovun yetirmələri. Aha, Şirvan indi qızışıb. Pressingə atır Şirvan. Və top meydanı tərk edir. Və küncdən zərbə qazanır qonaq komanda. Və qol vursa yaxşı olardı Şirvan, amma heç nə alınmır. Görək növbəti hücumda olacaq. Top